Salam uşaqlar. Bugün də 6-cı sinif monitorinqinə dəstək üçün bir mətnin izahını verirəm. Bu mətin hər hansı bir sınaqdan götürülmüş bir mətindir. Əvvəlcə mətni diqqətlə oxumalıyıq. Hökmdarın başmağı. Başmaq qeyd edim ki, ayaqqabı deməkdir. Belə rəvayət edirlər ki, böyük bir məmləkətə başçılıq edən bir hökmdar var imiş. Bir gün hökmdar qərara gəlir ki, piyada uzun bir səfərə çıxsın. Belə də edir. Məmləkətini qarış-baqarış gəzir, geri qayıtdıqdan sonra görür ki, daşlı, qalaqlı yolda gəzməkdən ayağı şişib. O saat belə bir qərar verir ki, ölkənin bütün yolları dəri ilə döşədilsin. Lakin vəziri ona bundan daha gözəl və faydalı məsləhət verir. Hökmdara tövsiyə edir ki, bütün məmləkəti dəriyə bürüməkdənsə, sadəcə ayağına geyindiyi başmağın altına dəri tikmək daha məqsədə uyğundur. Bəzən biz insanlar da hökmdar kimiyik. Ona görə də nəyi isə dəyişdirmək istəyiriksə, əvvəla bu dəyişikliyə özümüzdən başlamalıyıq. Daha sonra ətrafı dəyişdirməyə çalışmalıyıq. Bu da gözəl mətindir, ibrətamiz bir mətindir, maraqlıdır və siz də mətni oxuyub əvvəlcə özünüz, baxın, bu sualları cavablandıra bilərsiniz. Şəklini çəkib, sonra izaha baxa bilərsiniz. 21-ci sual. Tünd qara hərflərlə verilmiş sözün kontekstə uyğun mənasını müəyyən edin. Kontekst sözün mənasını yəqin ki bilirsiniz, yəni mətnə uyğun. Əvvəlcə tünd qara hərflərlə verilmiş sözü tapırıq. Burada baxın, cümlənin özünü oxuyuruq. Birinci abzasdadır. Bir gün hökmdar qərara gəlir ki, piyada uzun bir səfərə çıxsın. Çıxsın sözü burada qara hərflərlə verilib. Digər həmin sözə uyğun bir mənanı burada axtarıb tapmalıyıq. A bəndi, yuxarı qalxmaq, başı yuxarı getmək, qalxmaq. Səfərə çıxmaq, yuxarı qalxmaq deyil. Sonra C bəndinə baxaq. Birdən-birə zahir olmaq, görünmək, qarşısına çıxmaq, bu da deyil. D bəndi, doğmaq, tülu etmək, görünmək, bu da deyil. Buna uyğun gələn cavab səfərə çıxmaq sözünə uyğun gəlir. B bəndi, bir yerə getməyə başlamaq, yola düşmək tam bu sualın cavabıdır. 21-ci sualın cavabı oldu B bəndi. 22. Mətndə hansı suala cavab tapmaq mümkün deyil? Bir də suallarda da diqqətli olun uşaqlar. Çünki dünən də qeyd etmişdim ki, belə suallarda bütün 6-cı sinifin mətnin suallarının cavabları elə mətnin içindədir. Yəni mətnin içində asanlıqla tapmaq mümkündür. İndi biz bir-biri baxaq. Hökmdarın ayağının şişməsinə səbəb nə oldu? Biz bayaq burada oxuduq ki, hökmdar çox uzun yol gəzdi. Baxın, burada ikinci abzasda olmalıdır. 2 yazılan hissədən baxsaq, geri qayıtdıqdan sonra görürük ki, daşlı qalaqlı yolda gəzməkdə ayağı şişib. Deməli, nəyə üçün şişib? Daşlı qalaqlı yollarda gəzməkdə. Bunun cavabı var. İkinci, B bəndi, vəzir hökmdara hansı məsləhəti verdi? Burada da yenə burada deyir ki, 3 yazılan hissədə. Lakin vəziri ona bundan daha gözəl və faydalı məsləhət verir. Hökmdara tövsiyə edir ki, yəni bütün yolları dəriyə bürüməkdənsə, hər kəs öz ayaqqabının altına, başmağının altına dəri tikdirə bilər. Belə bir məsləhət verir. Bu da burada var. Sonra D bəndinə baxaq. Hökmdar geri qayıtdıqdan sonra hansı qərarı verdi? Hökmdar geri qayıtdıqdan sonra o qərarı verdi ki, burada yenə yazılıb, yenə ikinci abzasdadır. Deyir ki, o saat belə bir qərar verir ki, ölkənin bütün yolları dəri ilə döşədilsin. Deməli, bu da var. İndi keçək C bəndinə. C bəndinə deyilir ki, hökmdarın səfərə çıxmaqda məqsədi nə idi? Biz bayaq birinci abzasda oxuduq ki, hökmdar deyir ki, bir gün hökmdar qərara gəlir ki, piyada uzun bir səfərə çıxsın. Amma məqsədi nədir? Bilinmir. Ona görə 22-də cavab olur C bəndi. Sonra 23-cü suala baxaq. Qarşısında rəqəm qoyulmuş hansı cümlə mətnin ideyasını özündə əks etdirir? Mətnin ideyası nədir? Yəni bu mətin bizə nə demək istəyir? Oxuculara nə tövsiyə edir? Bizə hansı tövsiyə, nəsihət, məsləhət verir?
Bu ibrətamiz bir fikir olmalıdır və yaxud atalar sözünə uyğun ola bilər, məsələlərə uyğun ola bilər. Belə bir cümlə axtarırıq. Məsələn, rəqəm yazılmış cümlələri oxusaq, yazılıbdır ki, burada bir gün hökmdar qərara gəlir ki, piyada uzun bir səfərə çıxsın. Burada ideyalıq bir heç nə yoxdur. Yəni burada tövsiyə üçün heç nə yoxdur. 2 yazılan hissəyə baxaq. Geri qayıtdıqdan sonra görür ki, daşlı qalaqlı yolda gəzməkdə ayağı şişib. Burada da bir tövsiyə yoxdur. 3 yazılan hissəyə baxaq. Lakin vəziri ona bundan daha gözəl və faydalı məsləhət verir. Burada məsləhətin özü yoxdur bu cümlədə. Yəni yenə də ibrətamiz bir fikir yoxdur burada. Yenə keçirik sonuncu 4-cü cümləyə. Ona görə də nəyisə dəyişdirmək istəyiriksə, əvvəla bu dəyişikliyə özümüzdən başlamalıyıq. Bəli, artıq bu cümlədə bizə bir tövsiyə var. Ona görə də cavabımız olur 4. 23-cü sualın cavabı 4 və D bəndi. 24-də baxaq. Altından xətt çəkilmiş sözün qarşılığını müəyyən edin. Qarşılıq nə deməkdir? Yəni sinonimini müəyyən edin. Yaxın mənalı sözü müəyyən edin. Altından xətt çəkilmiş söz, burada cümlənin özünü oxusaq, lakin vəziri ona bundan daha gözəl və faydalı məsləhət verir. Faydalı sözün altından xətt çəkilib, burada isə yazılıb xeyirli, səmərə, zərərli, möhtəşəm. Zərərli sözü tam əksdir, yəni antonimdir, bu səhvdir. Möhtəşəm olmaz. Səmərə sözü uyğun gələ bilərdi, amma burada isimdir. Səmərəli olsaydı uyğun gələrdi. Ona görə B bəndində götürə bilmərik. Cavabımız olur A bəndi. Çünki faydalı ilə xeyirli deməkdir. 24-də cavab A. 25-də sonuncu suala baxaq. Fikirlərdən birini vəzirə aid etmək olmaz. Artıq biz mətni oxuyanda başa düşdük ki, vəzir necə adam idi? İndi cavablar bir-bir oxuyaq. Ağıllı adam idi. Bəli, çox gözəl məsləhət, faydalı məsləhət verdi. B bəndi müdrikdir. Müdrik elə ağıllı deməkdir. Bu da doğrudur. C bəndi hökmdara məsləhət verməkdən çəkinmir. Bəli, çəkinsəydi heç o öz fikrini, öz tövsiyəsini, məsləhətini verməzdi. Bu da doğrudur. D bəndi hiyləgərdir. Yox, hiyləgər mənfi bir sözdür. Orada o özünə bir xeyir güdmədi. Yəni vəzir üçün hiyləgər sözü uyğun deyil, düzgün deyil. Ona görə 25-ci sualın cavabı olur D bəndi.